Əziz qardaşlar, Tövbə surəsi 36-cı ayəsində belə buyurulur. Yerləri və göyləri yaratdığı gündən bəri Allah qatında ayların sayı 13-dür. Onlardan 4-ü isə haram aylardır. Fələ təvlimu fihinnə ənfusəkum. Elə isə bu aylarda özünüzə zülm etməyin, buyurulur ayət kərimədə. Bu ayənin təfsirinə baxdıqda görürük ki, həqiqətən də Allah qatında 4 haram ay vardır ki, bunlar Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarıdır. Və əziz qardaşlar, bu aylara baxdığımız zaman müqəddəs aylardır bu aylar. Bu aylarda Allah Taala bizlərdən daha çox ibadət etməyimizi istəyir. Və hal-hazırda biz Zilqadə ayına daxil olmuşuq. May ayı, iyun ayı və iyul ayının bir qismi bu haram aylardan sayılacaqdır inşallah. Ona görə bu ayların xüsusiyyətləri, bu ayların fəzilətləri haqqında danışsaq, hər birimiz üçün də bəlkə də faydalı olacaqdır. İlk öncə onu qeyd edək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədis şərifində belə buyurur. Deyir ki, haram aylarda işlənilən savablara daha çox mükafat verilir, bu ayda edilən pislikləri isə daha çox günah yazılır. Yəni, bunu bu şəkildə başa düşə bilərik ki, məsələn, hədis şərifin bir hissəsi belə idi ki, bu aylarda edilən günahlara daha çox cəza verilir. Məsələn, təsəvvür edin ki, bir nəfər adam var ki, içki satılan yerdə içki içsin, bir də var ki, o içkini alıb gətirib məsciddə oturub içsin. Təbii ki, içki satılan yerdə olsa belə, onun o şəkildə etməsi günah sayılır. Amma bir də var ki, onu məscidə qədər gətirib, Allahın evinə daxil olaraq onu orada içməsi təbii ki, daha böyük bir günah olacaqdır onun üçün. Bu haram aylar üçün də belədir. Biri var ki, adam normal bir vaxtda bir günah iş görsün. Bir də var, Allah Taala'nın xüsusilə Qurani Kərimdə haram deyərək onun mübarəkliyinə işarə etdiyi bir ayda gəlib o günah işləməyin təbii ki də cəzası daha ağır olacaqdır. Yəni, dünya dili ilə desək, bu ay cərimələrin daha artıq yazıldığı bir aydır. Və bu eyni zamanda bunun bir əksi vardır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bu ayda edilən salih əməllərə verilən mükafatlar da daha çox olacaqdır. Necə ki, Allah Taala'nın müəyyən bölgələr vardır ki, oranın ibadətini daha fəzilətli qərar vermişdi. Eləcə də bu ayların ibadətini də daha üstün tutmuşdur Allah Taala. Məsələn, biz evimizdə namaz qılanda bir namaz savabı qazanırıq. Məscidə gəlib namaz qılanda 27 qat savab qazanırıqsa, məsələn, gedib Məscid-i Nəbəvidə, Peyğəmbər məscidində namaz qılarıqsa, 1000 qat savab qazanmış olaraq, bunu Allah Rəsulü buyurur. Eləcə də müəyyən bir ayda ibadət etdikdə, tutaq ki, bir savab qazanırıqsa, bəlkə də bu ayda etdiyimiz ibadətlər 700 mislinə qədər artacaqdır. Çünki Allah Rəsulunun belə bir hədisi var ki, kim bir yaxşılıq ilə gələrsə, ona 10 misli qədər savab yazılar. Bu 10 misli 700 mislinə qədər artır. Yəni, insanın ixlasına baxır, kim olur ki, ixlası daha güclüdür, onun mükafatı daha çox olur. Amma kiminin də ixlası az olduğuna görə, onun mükafatı nisbətən daha az yazılır. Yəni, baxdığımız zaman burada görürük ki, bu şəkildə edilən ibadətlərin mükafatı da Allahın izni ilə daha çox olacaqdır. Ona görə bu ayda həm ibadətlərə səy göstərməli, həm də günahlardan çəkinməliyik. Çünki bildiyiniz kimi günahdan çəkinmək daha böyük savab qazandırır, nəinki ibadət etmək. Yəni, günahlardan çəkinmək çox böyük əhəmiyyətə sahibdir. Məsələn, əziz qardaşlar, bugün cəmiyyətimizdə biz hədis inkarçıları adı ilə ortalıqda dolaşan insanlar görürük. Onlar deyirlər ki, Quranın dinin tək qaynağıdır, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinin, sözlərinin dinimizdə heç bir əhəmiyyəti yoxdur, onlar sonradan uydurulan ifadələrdir deyirlər. Onlara gözəl bir şəkildə cavab vermək olar ki, məsələn, Qurani Kərimdə ayədə buyuruldu ki, haram ayların sayı 4-dür. Yəni, onların sayı bildirilsə də, adları Qurani Kərimdə keçmir. Biz bu haram ayların adlarını Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsində, hədislərdə tapmış oluruq. Əgər biz sünnəni qırağa atarıqsa, o zaman Qurani Kərimdə bu ayların adlarının yazılmadığını görürük. Ona görə də, əziz qardaşlar, dinin iki qaynağı vardır. Bir, Peyğəmbərimizin sünnəsi, hədisləridir. Bir də Qurani Kərimin ayələridir. Necə ki, Qurani Kərimin ayələri bizlərə
dinimizin ana yollarını göstərirsə, Peyğəmbərimizin hədisləri də sanki bu ana yollarda olan işarələri bizə göstərir. O qıraq yollardakı məsələləri bizlərə burada izah edir. Yəni Quranın canlı təfsiri kim olmuşdu? Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm olmuşdu. Onu qırağa açsaq bizim dinimiz nə olacaqdı? Yarımçıq qalacaqdı. Bu da Allah qatında təbii ki, xoş qarşılanmayacaqdı. Və baxdığımız zaman burada nə gördük? 12 aydan 4-ünün xüsusilə Allah tərəfindən seçildiyini görürük. Eləcə bu 4 ifadəsi bir çox yerdə keçir. Məsələn, 124 min Peyğəmbərdən 4-ünü biz ulul azm Peyğəmbər olaraq tanıyırıq. Daha sonra mələklər vardır ki, sayları çoxdur. Onlardan 4-ü İsrafil aleyhissalam, Mikail aleyhissalam, Cəbrail aleyhissalam, İsrafil aleyhissalam bizim üçün daha böyük mələk qəbul olmuşdu. Məsələn, biz kitablar tanıyırıq, səhifələr vardır, Peyğəmbərlərə verilən kitablar vardır. Amma bu kitablardan 4-ü böyük kitab olaraq Zəbur, Tövrat, İncil, Quran-ı Kərim qarşımıza çıxır. Məsələn, biz bugün dəstəmaz alırıq. Amma o dəstəmaz aldığımız zaman sadəcə 4 üzvü yumaq fərzdir. Nədir? Üzü yumaq, başı yumaq, başı məhz eləmək, qolları və ayaqları yumaq. Yəni burada da 4 ifadəsinin keçdiyini görürük. Daha sonra biz baxdığımız zaman zikirlər edirik, amma 4 zikir vardır ki, bu digərlərdən daha fəzilətlidir. Məsələn, bunlar hansılardır? La ilahə illallah demək, Subhanallah, Elhamdülillah, Allahu Ekber. Bu 4 zikir digərlərindən daha fəzilətlidir. Xüsusilə əziz qardaşlar, La ilahə illallah zikrinin burada özünə məxsus yeri vardır. Çünki Allah Taala'nı qəbul etməklə yanaşı, onun tək olduğunu, bir olduğunu demək də bir o qədər bizim üçün əhəmiyyətlidir. Yəni, xüsusilə bu aylarda bu zikir deməyimiz bizim üçün çox böyük fəzilətli olardı. Necə ki, Allah Taala bu zikri digərlərindən üstün tutmuşdusa, demək ki, bu zikri edən insanları da digər insanlardan daha dərəcə baxımından artıq qəbul edəcəkdir. Bir digər məsələ isə burada, əziz qardaşlar, baxdığımız zaman 4 rəqəminin bu şəkildə fəzilətli bir rəqəm olduğunu əslində biz burada görmüş olduq. Bir digər məsələ isə odur ki, həqiqətən də Peyğəmbər s.ə.v başqa bir hədisində buyurur ki, cənnət və cəhənnəm əslində düz bir yerdir. İnsan öz nurunu, öz atəşini bu dünyadan axirətə daşımaqdadır. Bu mənada gözəl bir rəvayət də vardır ki, deyir, bir gün günahkar insanlar, fasiqlər yol kənarında dayanmış, alay etməyə, lağlağa etməyə birilərini axtararkən, baxırlar ki, Bəhlul Dananda həzrətləri yolla gəlir. Deyirlər, qoy biraz bununla lağlağa edək, vaxtımız geçsin, deyirlər. Bəhlul Danadan soruşurlar ki, ey Bəhlul, sən hardan gəlirsən belə? O da qayıdır ki, mən cəhənnəmdən gəlirəm. Deyirlər, sən əməli salih insansan, sənin cəhənnəmdə nə işin var ki belə? Deyir, mənə atəş lazım idi, atəş axtarmağa getmişdim. Deyir, bəs hanı sənin atəşin? Axı sən atəş gətirməmsən. Qayıdır ki, mən cəhənnəmə gedəndə orada atəş tapmadım. Mənə deyirlər ki, buralarda sənin üçün bir atəş yoxdur. Qayıdırlar ki, ay Bəhlul, sən deyəsən dəli olmusan, çünki cəhənnəm deyəndə insanların ilk axlına gələn atəşdir, sən deyirsən ki, mən cəhənnəmdə atəş tapmadım. Bəhlul Danada həzrətləri qayıdır ki, bəli, siz düz deyirsiniz, cəhənnəm deyəndə atəş yada gəlir. Cəhənnəmdə atəş vardır, amma mən orada öz atəşimi tapmamışam. Yəni, ora getdim, atəş istədim, dedilər ki, sənə yetdik, burada atəş yoxdur. Burada olan atəş başqa insanların özləri ilə bərabər gətirdikləridir. Yəni, əslində orada onunla lağlağa etmək istədilər, amma böyük bir ibrət dərsi almış oldular. Bəhlul Danada həzrətləri məcazi mənada onlara gözəl bir cavab vermiş oldu ki, yəni, insanın bu dünyada işlədiyi əməllər onun axirətdə hansı yerə gedəcəyini göstərməkdədir. Bugün də əməli salih əməllər işləriksə, o bizim üçün bir nur olacaqdırsa, etdiyimiz günahlar bizim üçün atəş olacaqdır. Bunun fərqinə varmağımız da burada lazımdır eyni zamanda. Yəni, bu haram aylar məsələsi əslində yerlər və göylər yaranandan bəri Allahın təyin etdiyi bir məsələdir. Cahiliyyə dövründə də bu məsələyə diqqət yetirilirdi. O dövrdə deyir, haram aylarda müharibə etmək qadağan edilmişdi. Ona görə bir qəbilə müharibə etmək istəyəndə ayların yerini dəyişdirirlər, deyir. Məsələn, Zilqada ayı gələcəkdirsə, Zilqada ayını 4 ay ertəliyirdilər ki, qoy bu 4 ayda müharibəmizi edək, daha sonra bu ayı geri qaytararıq. Amma Peyğəmbər s.ə.v nübüvvətlə şərəfləndikdən sonra bu ayları öz yerli yerinə salır, səliqəyə sahmana saldıqdan sonra onların yerini dəyişdirilməsini qadağan edir Allah Rəsulü. Yəni, niyə qadağan edirdi? Çünki İslam dini sülh dinidir. İslam dini hər zaman bizlərə sülhü təmin etməyimizi tələb edir. Çünki din harada yayılar? Din sülh olan yerdə yayılar. Amma bugün biz baxdığımız zaman
Nəyə şahidlik edirik? Sanki bir qarmaqarışıqlıq yaratmaq istəyən qüvvələr vardır bizim yanımızda. Bu qüvvələr İslamı insandan ayıraraq bir qarışıqlıq meydanı ortaya çıxarmaq istəyirlər. Sanki müsəlman deyəndə bir terrorçu, İslam dini deyəndə terror dini kimi sanki bir təqdim etməyə çalışırlar. Amma halbuki biz görürük ki, terrorun dini yoxdur. Məsələn, biz Amerikanı o vaxt gördük ki, Xirosama, Nagasaki bölgələrinə atom bombası atdı. Daha sonra Hitler neynədi? Milyonlarla insanı öldürdü. SSR dövründə nə qədər Azərbaycanlı, bəlkə də 100 minlərlə soydaşımız qətlə yetirildi. Amma biz heç bir xristiyana o insanların bu din altında etdikləri əməllərə görə terrorçu demədik. Amma bugün İslam kimliyi altında bir iş görüləndə o da başlayırlar ki, müsəlmanlar terrorçudur, İslam terror dinidir. Yəni terrorun dini olmaz əziz qardaşlar. Ona görə buna da xüsusi diqqət yetirməyimiz lazımdır. Və sonda Peyğəmbərimizin vida həccindən bir məsələni qeyd edək. Allah Rəsulu vida həccində qeyd edir ki, Allah Teala bu 4 ay haram qəbul etmişdir. Mallarınız, canlarınız sizlərə halal deyildir. Çünki niyə? Çünki dünya nə olduqda gözəldir, sülh olduqda gözəldir. Dünya sülh olduğu vaxtda daha yaşanacaq hala gəlməkdədir. Ona görə də, amma bugün İslam bölgələrinə baxan nə şahid oluruq? İslam bölgələrində sanki insanların sığınacağı yer olmaqdansa, insanların qaçacağı yerlər halına gəlmişdir. Ona görə Allah Teala dua edək ki, Uca Rəbbimiz ümumilikdə İslam dünyası birlik, bərabərlik qismət eləsin. Allah Teala yer üzündə sülhü, əmin-amanlığı bərqərar qərar versin. Uca Rəbbimiz Peyğəmbər s.ə.v-in yaşadığı yolla gedərək cənnətdə ona qonşu olmağı da cümləmizə nəsib eləsin.